Sevgi ağacı. Biri vardı, biri yoktu. Bir söyüd ağacı vardı. Daş binaların arasındaydı. Çox sevgilərin şahidi olmuşdu söyüd. Bizim də. Təcili görüşməliyik. Elə həminki yerdə. Ciddi söhbətim var. Çox həyəcanlı idim. Ürəyim sudan çıxmış balıq kimi çırpınırdı. Axır ki, neçə vaxtdan bəri davam edən o müksiyə son qoyulacaqdı. Səni yerişindən tanıdım. Elə özüm də dəyişməmişdim. Həminki idi. Əl tutduq, qucaqladım. Əlim əlimdə, yanağım yanağında. Daha mənə nə lazım? Neçə vaxtdır gözüm yolda, qulağım səsdə, Tanrıdan istəyim bu deyildim. Xoşbəxtlikdən sanki göylərdə uçurdum. Və birdən zərflə yerə düşdüm. Bu, diqqətlə gözlərimə baxanda baş verdi. Baxdım, yanıldığımı sandım. Yenə baxdım. Həmin gözləridir. Tək bizdə şey dəyişmişdi. O sevgidən, o məhəbbətdən bixəbər idi o gözlər. İçimə bir üşütmə düşdü. Dəqiqələr ötdükcə üşütməm artırdı. Sən isə bunu nə görür, nə də hiss edirdin. Elə hey danışırdın. Sən demə, heç sevməyibsənmiş. Aramızda sadəcə bir bağlılıq, bir alışqanlıq yaranıbmış. Susmaq bilmirdim. Elə bil cərəyana taxılmışdım. Mən seçdiklərimi ayırt edə bilmirdim. Axı bu necə ola bilər? Bağışla, istəməzdim belə olsun. Qulaqlarım keydi, gözlərim qaraldı. Axı sən artıq yox idin. Söyüd ağacı, bu daşların arasında sənin də qəlbin daşlaşıb deyəsən. Axı səni sevgimizə şahid seçmişdik. Səni sevgimizə arxa kömək sanmışdıq. Niyə qarladın bizə söyüd ağacı? Niyə? Onu məndən sən aldın. Özün təksən deyə sevənləri gözün götürmədi. Bax, mən də tək qaldım sənin kimi. Bu vaxt ora bir oğlanla bir qız gəldi. Çox bəxtiyar görünürdülər. Qız oğlanın, oğlan söyüdün qoynunda. Yox, söyüd ağacı, yox. Mən bu bəxtiyarları xəbərdar etməliyəm ki, sənin gözün götürmür sevənləri. Bir addım, iki addım, ola bilməz, ola bilməz. Qız ağlaya-ağlaya oradan qaçırdı. Oğlan isə əlindəki siqaretlə birgə tüstüləyib yanırdı. Gecikmişdi. Söyüd artıq öz işini görmüşdü. Yox, söyüd ağacı, yox. Mən sabahdan burada keşik çəkəcəm. Bircə aşıqı da sənə yaxın buraxmayacam. Sən sevgi edən bir dilsən. Yenə gecikmişəm deyəsən. Söyüdün yanında iki gənc vardı. Gözlərimə inanmadım. Bu necə ola bilər? Axı onlar dünən axşam həmin aşıqlar idi. Yenə qız oğlanın, oğlan söyüdün qoynunda. Hər üçü sevgi nəğməsi oxuyurdular. Bəli, söyüd ağacı sevənlərə sevgi nəğməsi oxuyurdu. Aşıqlar isə söyüd ağacı sevənlərə sevgi nəğməsi oxuyurdu. Aşıqlar isə küsüb barışa bilməyənlərə tənə ilə gülürdülər. Gülün əzizlər, gülün. Çox sağ ol söyüd ağacı, çox sağ ol. Bugündən sən əsl aşiqlərin sevgi ağacı.